Ay cəmaət, şok, yaxın əyləşin. Bu Vəfanın reklam azalan kimi Afət Fərman qızından başlayır danışmağa və Afət Fərman qızı aldı görək nə dedi. Vəfa, efirdən deyirsən ki, Afət Fərman qızı bura gələnməz. Bu dəqiqə bir 10.000 dollar mənim 2 günümün əziyyətinin qiymətini verən olsun, gəlim toyu oxuyum, geri qaydım. Bu məsələn burası. Sən danışdıqların köhnəli bey, o danışdığını Flora Kərimova 3 il danışdı, vəkili, ətrafı saytlarda qalaq yazıblar. Xalq onu yemir daha, o keçmir, ayrı şeydən danış. Mənə lazım olanda mən gəlirəm də, gedirəm də. Vətənimə niyə gələ bilməyim ki? Ora birinci vətənimdir, ana vətənimdir. İkinci vətənim Təbrizdir, üçüncü vətənim buradır. Ailə qurub ərimin yanına gəlmişəm də. Sən indi bilmirsənsə, axşam verilişimdə izah eləyəcəm. Ailə qurmaq nə cür olur, nədir, nə deyil. Mənim hamiləliyimə dil uzadırsan, ailə quran xanım hamilə qalmağı bu. Qeyri-adi burada bir şey yoxdur. Vay o gündən ailə qurmadan, onu axşam verilişimdə aydınlıq gətirərəm. O şeyləri cahillərə başa salacağım. Axşam saat Bakı vaxtı ilə 9-da Afətlə doğruları bilməlisiniz verilişim huzurunuzda olacaq. İndi show biznesdə var ya bu şeyləri bilməyənlər, onun bunlarından bic doğanlar, evli kişidən qeyri-qanuni uşaq doğub bic doğanlar, uşaqlar məktəbə gedəndə birinin adı Mərvə imiş. Bic Mərvə, uşaq ağlayır, gəlir evə, anası deyir ki, nə qələt elədim vaxtında, mən düz yolda doğmadım subay oğlanla. Getdim evli kişidən bic Mərvəni doğdum. Bu Mərvəni də alan yoxdur, normal ailə almır da, normal ailə niyə bic alsın ki? Mən uşaqdan danışmıram, mən uşağın bic doğan anadan danışıram. Etmin eləmin, axşam mövzunu geniş danışacağım. Bic Mərvənin axırı nə oldusa ondan danışacağım. Vəfa, bu yaşa yaman takılmısan, ana bala yaşındayıq deyirsən. Az 40-a çatıb, sənin yaşın, ay yarımdan sonra 37 yaşın olur. 10 yaş fərqimiz var. 10 yaş fərqlə ana bala yaşında olmaq olmur. Biz tərəfdə belədir, siz tərəfdə bilmirəm. Çünki 10 yaşda ana bala yaşında olmaq üçün gərək 8-lərə gedərdin, 9-da doğub, 10 yaşda da uşağa bir yaş eləyərdin, ad gün eləyərdin. O da nə tibdən mümkün deyil, nə qanundan mümkün deyil. İndi bu vəfadır dostlar, bunun bəlkə öz bildikləri var. Və mən yeganə Vəfa müğənniyəm ki, show biznesdə estetiksiz. Bunu nə deyirəm? Özüm haqqında sənə qısaca məlumat verəcəm. Rəqibim tanı gör kimlə vuruşursan. Həsənov Afət Fərman qızı Tovuz rayonunda doğulmuşam, 79-cu il dekabrın 31-i. Ali təhsilliyəm Vəfa. Sən hansı təhsillisən də cavab ver mənə. Atvet ver, atvet istəyəcəm. Ailə qurmuşam Vəfa Zaksla. Səndən də atvet gözləyirəm. Zaksım orada var. Zaur, yan-yana qoy göstər əgər bunun varsa. Mən bu show biznesdən gedəcəm. Göstərsin. Vəfa, üzümü tuturam sənin qardaşına. Bəlkə o mənə cavab verir, sən mənə cavab verəmirsən. Ay Vəfanın qardaşı, bu Yeznənin adı nədir, ona müraciət eləmək istəyirəm ki, Vəfaya deyilsin ki, efirə çıxıb Afətdən danışma. Əgər sən bilirsənsə Yeznənin adını, Vəfanın qardaşı tanıyırsansa, adını da bilirsənsə xahiş edirəm. Əlaqə nömrəsi profilimdə var. Oradan WhatsApp-a Yeznənin adını yaz, mən ona bir müraciət ünvanlayayım. Çünki mənim həyat yoldaşımı hamı görüb, hamı tanıyır. Kim müraciət eləmək istəsə, bir də görsən anonim yazığı yığırlar. Mən haqqında düşmənlərim ağzına gələn deyir. Bilirlər də, yoldaşımı tanıyırlar. Mən də tanımaq istəyirəm bu, rəqibimin ərini tanımaq istəyirəm. Çıxır efirdə ərim deyir, amma ortaya çıxan bir kişi yoxdur. Vəfanın qardaşına üzümü tutub deyirəm, boynumun dalı da ağırdı, peysərim ağırdı. Bir bu Yeznənin adını de görək, kimdir, nədir, nə rəhdədir bu, adını nə deyək? Dostlar, mənə yazmayın ki, yenə Vəfa, nə istəyirsən Vəfadan? Vəfa da çıxıb efirdə məndən danışam. Mən Vəfanın adını çəmirəm, evimdə öz işimlə məşğulam, toylarımla məşğulam. Bilirsiniz dostlar, məsələn, mən sənətdən danışacağım, Allahın altında bir toya düşərdik. Mən başa salıb o videonu çəkib sizə göstərərdim ki, mənimlə gəlsin, oxusun görək, oxuya bilirmi? Oxuya bilmədiyi üçün çıxır efirdən mənə söz atır. Məsələn, Vəfa, mənə bir atvet ver görüm. Kimdə vardır gözəlim, səndə olan cazibələr? Sənə dünyada məyər, aşıq olanda qəm eylər, ay balam. Bəsdir öldürməyəcəksən gözəlim dünyanı. Hər üzü göyçək olanda bu qədər çəmğəm edər. Bax, bunuca oxu.